Özünüzü bəzən halsız, gücsüz, enerjisiz hiss edirsiniz, amma konkret bir şikayətiniz yoxdur. Analiz vermək istəyirsiniz, ancaq hardan başlayacağınızı bilmirsiniz. O zaman bizim bu videomuz tam sizə görədir. Mən Gülsüm Hüseynova, pediatr, piyələnmənin idarə edilməsi üzrə mütəxəssis, endokta təlimçi və inteqrativ tibb həkimiyəm. Bugün mən sizə ildə bir dəfə hansı analizləri verə bilərsiniz və bu analizləri necə dəyərləndirəcəksiniz, bu haqda ətraflı danışacağım. Amma unutmayaq, əgər analizlərdə müəyyən dəyişikliyi görsəniz, diaqnozun qoyulması üçün mütləq həkimə müraciət etməlisiniz. Gəlin qanın ümumi analizi ilə başlayaq. Qanın ümumi analizini biz bütün pasientlərdə, istənilən yaş qrupunda, istənilən problemlə olan pasientlərdə yoxlayırıq. Qanın ümumi analizində ilk baxdığımız qırmızı qan hüceyrələri olan eritrositlərdir. Eritrositlər nə iş görür? Eritrositlər əslində oksigeni orqanizmə daşıyır. Oksigen niyə görə bu qədər önəmlidir? Çünki bizim hüceyrələrimizin motoru var, mitoxondriləri. Və mitoxondriyə yetərli miqdarda oksigen daxil olanda mitoxondri düzgün fəaliyyət göstərir və bizə ATF enerjisi verir. Yəni dolayı yolla bunu başa düşürük ki, əgər orqanizmdə oksigen çatışmırsa, o zaman biz enerjisiz qalırıq. Eritrositlərimizin içində bu funksiyanı həyata keçirən, yəni oksigeni özünə birləşdirən isə hemoqlobindir. Bizim qanın ümumi analizində baxdığımız digər bir göstərici elə məhz bu hemoqlobindir. Hemoqlobinin səviyyəsini biz bir çox pasientlərdə aşağı görə bilirik. Hemoqlobini artırmaq üçün bəs nə etməliyik? Hemoqlobin əslində hem, yəni dəmir hissədən və qlobulin, yəni zülal hissədən ibarətdir. Bir çox insanlar, bir çox mütəxəssislər belə düşünür ki, hemoqlobin səviyyəsini artırmaq üçün yalnız dəmir qəbulu kifayətdir. Əslində belə deyil. Çünki hemoqlobinin sintezi üçün dəmirlə yanaşı yetərli miqdarda orqanizmdə protein də olmalıdır. Bəzən isə qanın ümumi analizində hemoqlobin səviyyəsi normal olur, amma bu pasientdə halsızlıq davam edir. Bu zaman ola bilsin ki, gizli, yəni latent formada dəmir defisiti var. Bunu təyin etməyimiz üçün ferritin analizinə baxmalıyıq. Çünki ferritin bizim dəmir depomuzu göstərir. Digər baxdığımız qan hüceyrəsi leykositlərdir. Leykositlər əslində bizim immun sistemimizin əsgərləridir. Bunu belə də başa düşə bilərik. Və leykosit səviyyəsinin azalması immun zəifliyi göstərir. Əksinə, leykositlərin artımı bizə bunu göstərir ki, orqanizmdə hansısa bir infeksiya var və orqanizm o infeksiya ilə mübarizə aparır. Və daha dərinə baxsaq, leykositlərin də növləri var. Məsələn, neytrofil səviyyəsinin artması bizə bakterial infeksiyanı göstərir. Digər bir növü isə limfositlərdir. Limfositlərin səviyyəsinin artması isə adətən bizə virus infeksiyasının olduğunu göstərir. Digər qan hüceyrəmiz trombositlərdir. Trombositlər hər zaman laxtalanma ilə əlaqəlidir. Yəni trombositlərin səviyyəsinin aşağı olması laxtalanmada problemin olduğunu bizə göstərə bilir. Və qanın ümumi analizində ən sonda diqqət yetirməmiz gərəkən məqam eritrositlərin çökmə sürətidir. Eritrositlərin çökmə sürətinin artması onu göstərir ki, orqanizmdə iltihablı proses var və bu iltihablı proses daha da dəqiqləşdirmək istəyiriksə, yəni bu iltihab kəskin, hazırda baş verən bir prosesdirmi, yoxsa uzun müddətli bir prosesdir? Bunu təyin etməyimiz üçün biz C reaktiv zülalı yoxlamalıyıq. C reaktiv zülal kəskin faza zülalıdır. Yəni o dərhal infeksiya səviyyəsi varsa, iltihab varsa, dərhal cavab verir, artır və müalicəyə də tam yatımlı olduğuna görə müalicə olursa, onun səviyyəsi tez də düşə bilir. Buna görə də eritrositlərin çökmə sürəti ilə C reaktiv zülalın paralel olaraq baxılması daha məqsədə uyğundur. Əgər siz özünüzü yorğun, tez üşüyən və yaxud da ki, gec arıqlayan, maddələr mübadilənizi zəif hiss edirsinizsə, qəbizlik problemini yaşayırsınızsa, bu zaman TSH analizini yoxlamağımız faydalıdır. Əslində TSH necə işləyir? TSH səviyyəsi beynin verdiyi siqnallardır. Yəni beynin qalxanvari vəzi idarə etməsidir. Və TSH analizi əks əlaqə prinsipi ilə işləyir. Bu nə deməkdir? Yəni biz TSH səviyyəsində artımı görəndə bu bizə onu göstərəcək ki, qalxanvari vəz funksiyası zəifdir. Yəni hormon sintezi aşağıdır. Yəni T3, T4 səviyyəsi aşağıdır. Əksinə, TSH-ın səviyyəsini biz normadan aşağı görəndə bu o deməkdir ki,
beynin idarəsi artıq normallaşıbdır, aşağı düşübdür. Yəni qalxanvari vəzin hormon sekresiyası normaldır ki, əmr, siqnallar daha aşağıdır. Növbəti yoxlayacağımız analiz vitamin D analizidir. Vitamin D-ni hər kəs sadəcə sümük sistemi ilə əlaqəli bir vitamin kimi düşünür. Əslində belə deyil. Vitamin D hormon kimi təsir göstərən bir maddədir. Vitamin D sümük sistemi ilə yanaşı, həmçinin immun sistemi üçün çox önəmlidir. Digər metabolik proseslər üçün, əhval-ruhiyyənin yaxşılaşması üçün çox vacibdir. Amma nəzərə almaq lazımdır ki, vitamin D yağda həll olan vitamin olduğuna görə onun səviyyəsinin yüksəlməsi, yəni normanın üstünə qalxması, onun yüksək miqdarda qəbulu orqanizm üçün toksiki təsir göstərə bilər. Çünki orqanizmdən atılması çox çətinləşir. Və bu da böyrəklər üçün, qan damarları üçün həddindən artıq, yəni düşündüyümüzdən çox ciddi yan təsirlər verə bilər. Əvvəllər bilirik ki, Covid dönəmində yüksək dozada vitamin D qəbulu tövsiyə olunurdu və insanlar buna daha çox meyilli idi. Amma son çalışmalar yenidən mikrodozalara qayıdıb, yəni 400, 600, 800 miqdarında olan, beynəlxalq vahid miqdarında olan dozalar daha çox tövsiyə olunur. Növbəti hissəmiz qlukoza mübadiləsi ilə bağlıdır. Əgər siz tez-tez acırsınızsa, şirniyyat istəyiniz çoxdursa, həmçinin qida qəbulundan sonra halsız, yuxulu, narahatçılıq hiss edirsinizsə, baş ağrısı hiss edirsinizsə, bu zaman siz insulin dirənci analizlərini yoxlamalısınız. Həmçinin sizdə insulin dirəncini göstərə biləcək digər əlamətlər boyun nahiyəsində, iri büküşlərdəki qaralmalardır. Buna deyirik akantozis nigricans. Əgər bu varsa və yaxud da qarın çevrəniz, bel çevrəniz daha genişdirsə, məsələn, qadınlar üçün 80, kişilər üçün 94 sm-dən yuxarıdırsa, bu bizə insulin dirəncinin ola biləcəyini göstərir və biz müəyyən analizləri bu halda verməliyik. Bunun üçün biz aclıq şəkərini və aclıq insulinini yoxlayırıq və bu iki göstəricinin əsasında HOMA indeksi hesablanır. HOMA indeksi bizə orqanizmin insulinə normal cavab verib vermədiyini təyin edir. Əgər bu göstərici 2.5-in üstündədirsə, bu o deməkdir ki, sizdə insulin dirənci mövcuddur. Amma bu o demək deyil ki, insulin dirənci sadəcə kilolu insanlarda olur. Əslində bədən kütlə indeksi, yəni çəkisi aşağı olan insanlarda da biz daxili orqanların ətrafında, yəni visceral piylənməni görə bilərik, qaraciyər piylənməsini görə bilərik və bu insanlarda da, yəni çəkisi az olan insanlarda da insulin dirənci formalaşa bilir. Sonuncu, bugünə danışacağımız analiz nəcisin ümumi analizidir. Mən həkim kimi istənilən yaş qrupunda olan pasientlərimdə bu analizi yoxlayıram. Çünki ən uyğun qiyməti olan analiz olsa da bizim üçün ciddi informativ analizdir. Nəcisin ümumi analizində nəyə görə bilirik? Nəcisin ümumi analizi bizə tam olaraq həzm sistemi haqqında informasiya verə bilir. Həmçinin bağırsaqda olan iltihabı prosesləri, mikrobiotanın vəziyyətini, parazitlərin və yaxud da ibtidailərin bağırsaqda olması haqqında bizə geniş məlumat verir. Ən önəmli yadda saxlamalı məqam odur ki, nəcisin ümumi analizini verməzdən öncə ən az bir gün əvvəl biz yetərli miqdarda qida qəbul etməliyik. Yəni, yetərli miqdarda rasionumuzda, qidalanmamızda zülal, xüsusilə ət, yağ, karbohidrat düzgün bir şəkildə olmalıdır. Əks halda, əgər biz az qidalanıb nəcis analizi verəcəyiksə, yanlış bizə yaxşı cavab gələcək. Və biz bu analizdə xüsusilə nələrə diqqət yetiririk? Əgər əzələ liflərini çox sayda görürüksə, bu bizə onu göstərir ki, mədədə həzm düzgün getmir. Bu ola bilər mədə turşuluğunun aşağı olması ilə əlaqəlidir. Nişastanın nəcis analizində daha yüksək miqdarda görünməsi mədəaltı vəzdə olan problemlərlə əlaqəli ola bilər. Neytral yağların yüksək miqdarda görülməsi bizə yağı parçalayan sistemdə, yəni öd və mədəaltı vəzdə olan problemlə əlaqəlidir. Həmçinin yağ turşularını biz nəcisdə daha yüksək miqdarda görə bilərik. Yağ turşuları əslində parçalanma məhsuludur. Yəni bu bizə yağ turşularının çox olması bizə onu göstərir ki, parçalanma düzgün gedib. Yəni həzm fermentlərində hansısa bir dəyişiklik yoxdur. Dəyişiklik sorulma və mənimsənilmə prosesindədir. Yəni orqanizmdə sorulma və mənimsənilmə prosesləri ləng gedir. Əgər bu mövzu sizə maraqlı gəldisə, kanalımıza abunə olmağı və paylaşmağı unutmayın. Çünki irəlidə yenə sağlamlıqla bağlı çox maraqlı videolarımız olacaq. Əgər analizlərlə bağlı hansısa sualınız qaldısa və yaxud da qaranlıq məqam varsa, siz rəylərə yazın və biz bunları cavablandıracağıq.